Bismillahirrahmanirrahim. Münafiqlərin vəfasızlıqları. Təkcə İslam dinində deyil, qələbə çalmış hər inqilabda cəmiyyətin ən təhlükəli dəstəsi məhz münafiqlərdir. Müsəlman cəmiyyətinə gəldikdə isə münafiqlər hər fürsət düşdükdə möminləri qınayır, onların İslam yolunda gördüyü işlərə istehza ilə yanaşırdılar. Məsələn, maddi imkanları aşağı olmasına rəğmən Allah yolunda mallarından azacıq sərf edən həqiqi möminlərin bu əməlinə rişxənd edirdilər. Quran-ı Kərim bu barədə belə buyurmuşdu. İtaət göstərib könüllü surətdə sədəqə verən möminlərə eyib tutanları və yalnız imkanları daxilində verə bilən şəxsləri məsxərəyə qoyanları Allah özü məsxərəyə qoyacaqdır. Onlar şiddətli bir əzaba düçar olacaqlar. Tövbə surəsi 79-cu ayə. Bəzi vaxtlar münafiqlər keçirdikləri gizli toplantılarda belə qərara gəlirdilər ki, Peyğəmbər Salavatullahın tərəfdarları onun ətrafından dağılışsın deyə onlara maddi yardımlarını kəssinlər. Allah Teala bu məsələyə Münafiqun surəsinin 7-ci ayəsində toxunaraq belə buyurmuşdu. Onlar həmin adamlardır ki, Allahın elçisinin yanında olan adamlara heç nə verməyin ki, dağılıb getsinlər deyirlər. Halbuki göylərin və yerlərin xəzinələri Allahındır, lakin münafiqlər anlamırlar. Arada belə qərara gəldilər ki, döyüş bitib Mədinəyə qayıtdıqdan sonra əl-ələ verib uyğun bir fürsətdə möminləri Mədinədən çıxartsınlar. Bu barədə Quranda belə buyurulmuşdu. Onlar deyirlər, əgər biz Mədinəyə qayıtsaq, ən qüdrətlilər, ən acizləri oradan çıxaracaqlar. Münafiqun surəsi 8-ci ayə. Bəzi vaxtlarda kənd təsərrüfatı məhsulunun toplanması kimi müxtəlif bəhanələrlə cihadda iştirak etməkdən boyun qaçırmaqla, başda Həzrət Peyğəmbər Salavullah olmaqla müsəlmanları çətin vəziyyətdə qoyurdular. Digər tərəfdə isə sirlərin üstünün asılacağından qorxurdular. Onlar bu hərəkətlərinə görə Quranın bir çox ayəsində sərt şəkildə tənqid atəşini tutulmuşdular. Quranın 114 surəsindən biri, Münafiqun surəsi isə bütövlükdə onlara həsr edilmişdi. Tövbə, Həşr və başqa surələrdə də onları tənqid edən, iç üzlərini açıb tanıtdıran ayələrə rast gəlmək mümkündür. O cümlədən Bəqərə surəsinin haqqında danışdığımız 13 ayəsi də onların xüsusiyyət və acı aqibətindən danışır. Əgər sən də Quranı dərk edərək oxumaq istəyirsənsə, abunə ol və birlikdə öyrənək.